Qəbələ şəhərində Ulnisa Musabəyeva küçəsində asfalt küçə, bütün kommunallar burada mövcuddur. Dəhşətli bir şey çıxıb satışa. 125 bin manata 2 mərtəbə ev satırıq. Gəlin içəridən tanış edin sizi. Belə şey Qəbələ şəhərinin bu hissəsində, yəni demək olar ki, torpaq qiymətinə satırıq. Deyib çatdıra bilmirəm, sözüm çoxdur. Videonu çox uzatmaq istəmirəm. Möhtəşəm bir evdə 6 dənə otağı var. Balkonu, həyətində yay mətbəxi, navesi, yer tamir, asfalt, məktəb, bağça, hər şey yaxındadır. Gəlin içəridən tanış olaq. Həyətindən tanış olaq. Plastik pəncərələr, kombi sistemi. Böyük naves, böyük navesi var. Burada yay mətbəxidir. Sahibi burada yaşamadığı üçün biraz çirkli ola bilər həyət. Burada da mən bura şey deyirəm, aşxana. Aş pişirən yerdir ora. Qardaş, böyük navesdir, 8 metrə enidir. Hündürü 3 metrə yarım böyük. Evdə yaşayış olmadığı üçün çox cüzi təmirə ehtiyacı var. Naves təmiz profildən, dəmirlə yığılmış navesdir. Evin damın, dəmirinə kimi hamısı keyfiyyətli materiallarla istifadə olunur. Şəxsi tikilir. Qaz, su, işıq, internet, hər şey burada daimidir. Giriş hissəsidir. Ev 2 mərtəbədir. Birinci mərtəbə padvaldır. İstəyən olsa təmir eləsə 3 dənə otaq orada var. Gəl mənim, gəl. Bax, burada belə qəşəng eyvan var. Bax, burada qəşəng limonları qoyursan, gül çiçək qoyursan. Girişdə belə bir oturma yeridir. Zal kimi istifadə olunur. 6 dənə otağı var bu evin. Bax, bir göstərirəm hamısını. Bax, bu uşaq otağı. 1. İstilik kombi, radiatorlar var. Bu 6'ın 8'ə bir dənə zaldır. Böyük. Böyük zaldır. 6'ın 8'ə. Əşyaların çoxu qalır. Bu yataq otağıdır. Qaranlıqda işığı yandıra bilməmişik. Göstər. 4'ün 4'ü yataq otağıdır. 3. Oldu mu? Radiatorlar hamısı 1.20'likdir. İstilikdə problem yoxdur. 3 yataq otağını göstərdik. 4'üncüsü. Mənim gəl. Bu da 4'ün 4'ə 4'üncü otaq. Bu otaqda ev sahibinin şəxsi əşyaları var. Bax, bu yanındakı otaq boyda, yanında burada otaq var. Mətbəx hissəsi. Yaşayış olmadığı üçün biraz tökük ola bilər, görsənə bilər. Çox qəşəng variantdır. Qəbələ şəhərində belə şey yoxdur. Yəni hazırda yoxdur bu qiymətə. Mənim gəl.